Dəyərli izləyicilər, bugün həmkarım Fariz Ələsgərovla birlikdə zərərli proqramlardan necə qorunmalıyıq? Bu haqda danışacağıq. Fariz bəy, zərərli proqram nədir? İstifadəçinin xəbəri olmadan sistemə daxil olan, fərdi məlumatları oğurlayan və cihazın normal işləməsinə mane olan proqramlardır. Zərərli proqramlar ən çox hansı yollarla yayılır? Əsasən şübhəli linklər, saxta e-poçtlar, torrent faylları və lisenziyasız proqram təminatı, həmçinin yoluxmuş USB'lər vasitəsilə yayılır. Zərərli proqramlardan qorunmaq üçün ilk addım nə olmalıdır? Hər zaman proqramları və faylları yalnız rəsmi mənbələrdən yükləyin. Çünki naməlum mənbələr və saytlar virus daşıya bilər. Bununla yanaşı cihazınızda əməliyyat sistemi və tətbiqləri ən son təhlükəsizlik yeniləmələri ilə təsis etmək təhlükəsizlik tədbirlərindən biridir. Antivirus proqramları bu məsələdə nə qədər effektivdir? Antivirus proqramları zərərli faylları, virusları və şübhəli davranışları aşkarlayıb bloklaya bilər. Amma tək başına kifayət etmir. Çünki yeni və hədəfli hücum növlərini tanımaya bilər. Buna görə də bu proqramları mütəmadi olaraq yeniləmək və digər təhdid aşkarlama mexanizmlərindən istifadə etmək tövsiyə olunur. Əgər cihazımız yoluxubsa, nə etməliyik? İnternetlə əlaqəni sonlandırın. Daha sonra antivirus ilə tam sistem yoxlaması aparın. Əgər problem həll olunmazsa, mütəxəssislərə də müraciət edə bilərsiniz. Məlumatların ehtiyat nüsxəsini isə cihaz tam təmizləndikdən sonra bərpa etmək lazımdır.